Salam, hər vaxtınız xeyirli olsun əziz abituriyentlərimiz. Mən bu günlərimi sizə Azərbaycan dili fənnindən qarşımıza çıxan və şagirdlərimizi maraqlandıran sual tipi ilə tanış eləyəcəm və onun izahı ilə bağlı sizi məlumatlandıracağam. Deməli, bugünkü sualımızın izahı Eyler-Venn diaqramından bağlıdır. Amma sualımıza keçid almamışdan qabaq əvvəlcə Eyler-Venn diaqramı haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi Eyler-Venn diaqramında adətən qıraq, yəni kənar hissələrdə biz fərqli xüsusiyyətlər, orta hissədə isə oxşar xüsusiyyətlər haqqında məlumat veririk. İndi isə sualımıza keçid eləyək. Gördüyünüz kimi Eyler-Venn diaqramına əsasən verilmiş cümlələrlə bağlı uyğunluğu bizdən istəyir. Burada bizdə 2 dənə cümlə verilibdir və onlara aid oxşar və fərqli xüsusiyyətləri biz qeyd etməliyik. Birinci cümləmiz: avtobus dayanacağında gördüklərim uzun müddət yadımdan çıxmadı. İkinci cümlədə isə insanların bu qərarı olan münasibətini öyrənmək vacibdir. İlk öncə gəlin bu cümləni sintaktik təhlil edək, daha sonra verilənlər əsasında fərqli və oxşar cəhətləri qeyd edək. Nə etmədi? Yadımdan çıxmadı. Nə? Avtobus dayanacağında gördüklərim. Nə zaman yadımdan çıxmadı? Uzun müddət. İkinci cümləmin isə təhlili: İnsanların bu qərara olan münasibətini öyrənmək vacibidir. Necə idi? Vacib idi. Nə? İnsanların bu qərara olan münasibətini öyrənmək. Hamısı birgə mübtəda götürürük. İndi gəlin baxaq. A-da deyir ki, mübtəda feili birləşmə ilə ifadə olunubdur. Baxıram birinci cümləmə. Yadımdan çıxmadı nə avtobus dayanacağında gördüklərim. İlk öncə onu qeyd edeyim ki, adətən birləşmələrdə əsas və asılı tərəf olur və biz bu cümlənin ismi birləşmə və ya da feili birləşmə olduğunu necə müəyyən edə bilərik? Əsas tərəfə baxırıq, əsas tərəfimiz ikinci tərəfdir və ikinci tərəfdə baxırıq ki, gördüklərim feili sifət şəkilçisi var. Feili sifət şəkilçisi, yəni feili sifət üstəgəl mənsubiyyətdir, dık üstəgəl mənsubiyyət. Və burada da ikinci tərəfdə feili sifət şəkilçisi olduğuna görə deməli mübtəda feili birləşmə ilə ifadə olunubdur. Bunu tapdıq. Amma cavabı yazmaq üçün tələsmək lazım deyil. Çünki ikinci cümləmizə də baxmalıyıq ki, burada mübtəda nə ilə ifadə olunub. Vacib idi nə? İnsanların bu qərara olan münasibətini öyrənmək. Yenə ikinci, yəni əsas tərəfə baxıram. Əsas tərəfdə sözün kökü öyrən. Mək isə burada məstər şəkilçisidir. Və burada da məstər olduğuna görə deməli iki cümlənin ikincisində də əsas tərəf feili birləşmə ilə ifadə olunub və mübtəda feili birləşmə ilə ifadə olunub. Deməli bu yalnız fərqli xüsusiyyət kimi yox, ortaq xüsusiyyət kimi aid olmalıdır. Çünki hər iki cümləmizə aiddir. Ona görə üçə uyğun gəlir A. Daha sonra baxırıq müəyyən şəxsi cümlədir. Burada sadə cümlənin növlərinə toxunubdular. Müəyyən şəxsi cümlə isə bildiyimiz kimi mübtəda və xəbəri olan cümlələrdən ibarətdir. Bu hər iki cümləmizdə də baxıram ki, həm xəbərimiz var, həm də mübtədamız var. Ona görə də biz bunu yenə də ortaq xüsusiyyət kimi qeyd etməliyik. Yəni üçə uyğun gələcəkdir B. Sonra gəlirik, baxırıq C variantına. İkinci dərəcəli üzdə işlənibdir. Baxırıq, yadımdan çıxmadı nə avtobus dayanacağında gördüklərim, nə zaman uzun müddət. Burada bəli, ikinci dərəcəli üzlərindən olan zərfliyim işlənibdir. Ona görə bu birə uyğun gələ bilər. İkinci cümləmdə isə yalnız mübtəda və xəbər olduğuna görə mən artıq bunu ikinci cümləmə şamil edə bilmirəm. Yəni C variantı uyğun gələcəkdir birə. Daha sonra bütün cümlə üzvləri işlənmişdir. Bütün cümlə üzvləri dedikdə həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər nəzərdə tutulur. Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Amma baxıram ki, iki cümlənin ikisində də bu cümlə üzvlərinin hər biri iştirak eləməyibdir. Ona görə D variantı heç birinə uyğun gəlməyəcəkdir. Və nəhayət, Y variantında yalnız baş üzvlərdən ibarətdir. Birinci cümləmdə ikinci dərəcəli üzvün olduğuna görə mən bunu birinci cümləmə şamil edə bilmərəm. Amma ikinci cümlə yalnız mübtəda və xəbərdən ibarət olduğu üçün bu da uyğun gələcəkdir 2-yə. Yəni, fərqli xüsusiyyətlər olaraq 1-ə C, 2-yə Y, ortaq xüsusiyyət kimi isə 3-ə A, B-ni götürə bilirik.